gün tuttun uca Azerbaycan, oldu feda Azerbaycan şirin canım. Torpaq öz uğrunda şəhid verdiksən ucalar, karıştı torpaq ilə sondan baxandan. Sən canını, qeyrətini qorumaq üçün verdin, millət üçün, xalqın üçün, torpaq üçün verdin. Vətən sağ olsun dedin, öldün vətən uğrunda. Ölmədin əslində, şəhid olmaq üçün verdin. Bizdə nə qorxu, nə təlaş, ədalət haqdır bu savaş. Mən öz vətənimi sevmişəm, vətən sağ olsun demişəm. Anam şəhid anasıdır, qəmi Hüseyn əzasıdır. Bu haqq davası, bu döyüş Hüseynin Kərbəlasıdır. Sən bu torpağın oğlusan şəhid, şəhid. Sən bu torpağa bağlısan şəhid. Çıxan zaman tarixlərə bağışladın neçə qurban. Hər qonşuda bir parçası əsir qalan, torpağına canım qurban Azərbaycan. Hər millətə, hər məzhəbə istiyacı, qucağına canım qurban Azərbaycan. Neçə gizli sərvət yatır qucağında, neçə ölkə od aparır ocağından. Azadlığın al rəmzi var bayrağında, Salam, hər vaxtınız xeyir olsun. Biz bugün burada gördüyünüz kimi vətən uğrunda şəhid ailələri və Milli Qəhrəmanlar İctimai Birliyinin Milli Qəhrəmanların irsinin tanıdılması layihəsindən bağlı sizlərə qonaq gəlmişiz. Bilirsiniz ki, Milli Qəhrəmanlıq elə hər döyüşdə dünyasını dəyişən, şəhid olan milli qəhrəmanlığın xüsusi kriteriyaları var. Yəni, o milli qəhrəmanlığı qazanmaqdan ötürü gözünü yumub ölümə gedirsən, yəni ölümə qalib gəlirsən. Bugünkü gün əskər həmin o ölümə qalib gələnlərdən biridir. Və burada təkcə əskər yox, digər milli qəhrəmanlarımızın evlatları var. Eyni zamanda ağsaqqal əskərin atası. Bu günləri əgər biz əskərin haqqında onun işığına yığışmışıqsa, o işığın zərrələrini 3 milli qəhrəman evlatları ilə bölməyə çalışmışıq. İndi əgər Ələkbər əminin sözü varsa, yəqin ki sözü olar. Sözü verək Ələkbər müəllimə, şəhid atasına, Hacı Ələkbərə. Bir bacı kimi, bir Respublika nümayəndəsiydim, ziyalılarıydım, hər şey sizə yaraşır, xoş gəlmişsiniz deyirəm sizə. Çox sağ olun. Həmişə gəlib bizi kimi insanları yoxlamaya özünüzə borc bilmişsiniz. Mən sizə can sağlığı açacağım. Həyatda bundan sonra da yeni uğurlar açacağım. Biz yaşlı adamıq, o vaxt biraz əzab, əziyyətlə bala böyütdük, oxutdurduk, həyatdır. Ancaq biz özümüzə fəxr deyə bilərik ki, bizim gələcək nəslimiz üçün bunlar özünü qurban veribsənsə, qoy bu gələcək nəsli, qoy xalqımızın içində
xalqlar içində qoy əbədi yaşasınlar. Bizim üç rəngli gözəl bayrağımız var. Bu qoy əbədi bütün dünya ölkələrdə bu əbədi qalsın, ucalsın. Mən düzdür, yaşım keçsə də Allah bizim ulu edərimiz Heydər rəhmət eləsin. Görüşlərimiz olur burada, çıxışlarımız olur da. Söz çoxdur, hər sözü elə danışmaq deyir. Xatirə şəkillərimiz var. Kitablarda yazılıb. İndi həyatda mən bir dənə bunu fikirləşirəm ki, kaş gərək onun anası qalaydı. Ana dözmədi, bala hesabına gəldi. Çətindir. Axırda da mənə nə dedi? Dedi, özünü quruyasın. Məsuliyyət düşdü sənin üstüne. Allah Teala mənə övlad vermişdi. Bu övlad, mən xoşbəxtəm adamım ki, mənim övladlarımın, mənim xalqımın gələcəyinə, nə tədirlər, uğurluğuna gedib, qumara getmədilər, nə bilim, narkotik danca getmədilər, gülbəcür murda işlərini eləməm. Mənim balalarım, mənim öz xalqımın yolunda gediblər, vətənimin yolunda gediblər. Bəyləri bir söz işlətdim mən. Din-i İslami bərpa eləndə Peyğəmbər salavatullah şəhid verdi. Quran-ı Kərimin 1500 ildə yaxındır, bizim əlimizdə qalıb. Qoy bizim bu bayrağımız, bu ucalığımız, bu Quran-ı Kərim ki, həmişə uca olsun, həmişə davam eləsin. Mən bunu deyə bilərəm, çox söz deyə bilmərəm. Söz çoxdur. Ancaq qoy xalq gələcəyi, cavan balalar yetişir. Onlar bilsin, biz yaşlılar gedəndən sonra onlar qurumalıdır bu dövləti. Bizim yaşımız gedir, mənim qızım, mənim bacım. Xalq yaşamaq nedir? Allah rəhbərimizə də can sağlığı versin. Görün, neçə dənə ölkələrdən müharibə gedir. Çox xoşbəxt adamız ki, İlham Əliyev Heydərin vəsiyyətini yerinə yetirdi. Dedi, ata, vəsiyyətimi yerinə yetirdim. Hansı ölkə öz torpağını 30 ildən sonra alacaq? Bu aldı. Şəhid də versək, bu torpaq bizim gələcəyimiz üçün qaldı. Çox sağ olun, minnətdarım sizə. Siz də sağ olun. Allah əsgərin anasını dünyasını Sağ olun. Sağ olsun, siz sağ olun. Onun anası o dünyada arxayın rahat yatsın ki, elə bir oğul böyütdü. Elə bir oğul ki, canını vətən yolunda verməkdən çəkinmədi. Milli dəyərlərimiz haqqında çox danışılır. Prezidentimiz də danışır, vitse-prezidentimiz də danışır. Hər danışanda hamı deyir, milli dəyərlərimizi qorumalıyıq, milli dəyərlərimizi qorumalıyıq. O milli dəyərlərin içərisində milli qəhrəmanlarımız da yer tutur. Və o qəhrəmanları yaşatmaq bizim borcumuzdur. Milli dəyərlərimiz kimi tanıtmalıyıq. Bugünkü cavanlara tanıtmalıyıq ki, baxın, bax belə qəhrəmanların hesabına siz bu günləri arxayın gəzirsiniz. İstər şəhərdə, istər kənddə, istər Azərbaycanda, hər hansı bir nöqtəsində belə milli qəhrəmanların hesabına gecə, gündüz, sərbəst, azad, qorxusuz, hürksüz yaşayırsınız. Burada 3 milli qəhrəman övladı var. İndi hansı biriniz birinci başlayacaqsınız, xahiş edirəm, milli qəhrəman haqqında, atanız haqqında özünüz deyəsiniz. Çünki siz məndən daha yaxşı deyərsiniz. Ona görə də sözü verirəm, bir xahiş edirəm, danışasınız. Biz də eşidək dinləyək sizi. Mən Azərbaycanın milli qəhrəmanı Sultan Ağa Bayramovun qızıyam. 1993-cü ildə Azərbaycanın bütövlüyü uğrunda mənim atam öz canından, qanından keçib. Biz ondan fəxr edirik, fəxr edəcəyik. Sağ olun, çəkilişə görə Allah razı olsun. Mən milli qəhrəman Sultan Ağa Bayramovun qızı Natəvan xanımam. Biz həyatımızın gözəl çağlarında atamızı itirdik. Biz onun haqqında nə dediksik azdır. O hər bir şeyin, hər gözəlin layiqdir. Biz onunla fəxr edirik, fəxr eləyəcəyik ki, bizim belə atamız var, biz onun
evladlarıyıq. O bizi hər zaman, hər yerdə bizi tanıdı. Sizə də öz təşəkkürümüzü bildiririk. Gəlib bizi yad eləmişsiniz, bizim şəhidlərimizi xatırlatmışsınız. Gələn ayaqlarınız var olsun. Sizə təşəkkürümüzü bildiririk. Çox sağ olun. Mən Paşa Təhməzovun yeganə evladıyam. Təhməzov Paşa Qurbanoğlu Azərbaycan ərazi bütövlüyü uğrunda şəhid olub və Ulu Öndərin onlara verdiyi ilk milli qəhrəman adlarına layiq görülmüş qəhrəmanlardan birinin evladıyam. Mən atamla nə qədər danışsam, onun haqqında nə qədər söyləsəm, baxmayaraq ki, erkən yaşında, 41 yaşında atam şəhid oldu. Nə qədər danışsam azdır. Mən yalnız bunu deyə bilərəm ki, mən atamla çox fəxr eləyirəm. Bu, Azərbaycan dövlətinə qulluq eləyib və onun uğrunda canından fəda, canını fəda eləyib. Və gələn qonaqlarımıza da özüm dərin təşəkkürümü bildirirəm. Daima bu birinci dəfə deyil, dəfələrlə gəliblər, işıqlandırırlar, bizi yad eləyirlər. Siz də eyni, ona görə də sizə dərin təşəkkürümü bildirirəm. Hacı müəllimə də, Hacıya da çox dərin təşəkkürümü bildirirəm ki, ona görə ki, həmişə baxmayaraq şəhid atasıdır, bizi daima yad eləyir. Biz həmişə onun ətrafında, bizi öz ətrafında həmişə diqqət nəzərində oluruq. Buna görə də Hacıya minnətdarımı bildirirəm və bütün şəhidlərimizə rəhmət deyirəm, bütün şəhidlərimizə. Bir-iki kəlmə danışmaq olar. Demək, bu 3 nəfər avqustun 23-də şəhid oldular. Bir saatin içində oldular. Lənkəranda dövlət çevrilişi oldu. Əli Əkrəmin vaxtında. Hesab elə bunlar bu Cənub Zunanın kralları idilər. Özünü qurban verdilər, cəmaati qurudular. Cəmaati qurudular bu 3 nəfər. Bunların övladlarıdır. Bunlar uşaq vaxtında validinsiz qaldılar. Hasan deyir, bunlar boynu əyrirdi, mənim yadımdadır. 93-cü ildəydi bu. Allah ümumi liderimizi rəhmət eləsin. Bunları yaddan çıxartmadı. Bunlar anasını da itiriblər. Qardaşları da yoxdur. Bir-birinə dəstəklər. Mən bir ağsaqal kimi mənim nəfəsim nə qədər varsa hesab edirəm, mən bunlar üçün həm valideynəm, həm atayam, həm anayam, həm qardaşam. Mənim borcumdur. Baxmayaraq, mənim 3 övladım gülləyə dəyir. Ancaq mən bunları övladlarımdan ayırmıram. Allah bunları da rəhmət eləsin qızım. Allah sizi qurusun, sizin babalarınızı qurusun. Xoş günlər sizə arzulayıram. Siz həmişə başınız uca olsun. Çünki siz uca adamın evladısınız. Çox sağ olun. Mən Hüseynova Seydi. Mən də vətənimin dar günündə bir vətəndaş kimi özümə borc bildim ki, vətənim üçün xidmət edeyim, əlimdən gələn xidmət edeyim. Xanımlar öz atalarından danışanda, mən də onda Lənkəranda diviziya adlı bir hərbi hissə vardı. Orada xidmət edeyirdim. Həminki günü həqiqətən də bütün vertolyotlar töküldü. O qədər ağır gün idi ki, nümayişlər bu yandan, Qarabağda gedən döyüşlər bu yandan,
içəridəki çaxnaşmalar bir yandan, biz içəridəydik, nə çölə çıxa bilirdik, nə də içəri girmək olurdu. Onda Siviyazla xəbər verdilər ki, hospitala da hücum olub. Sultan ağa, yəni onda daha iyi eşitdim ki, rəhmətə gedib, şəhid olub. Bugünkü gündə mənim üçün böyük fəxirdir ki, mən milli qəhrəmanlar haqqında həm tanımışam, həm də onların haqqında qısa da olsa bir söz deyə bilirəm. Allah sizə də can sağlığı. Həqiqətən də o ərəfələrdə vətənin o qədər ağır, o qədər çətin günləri idi ki, görün nə qədər vətəndaşlarında vətənə sevgi vardı. Hər kəs yaşından asılı olmayaraq, hər kəs öz canını qurban verməyə bacardı və bugünkü gündə onda o qələbəni əldə elədilər, ölkənin birliyin, dövlətin birliyin saxladılar. Sonra da 30 ildən sonra da torpaqlarımızı azad elədilər. Həqiqətən də böyük fərəhdir, böyük, necə deyim, sevincdir ki, bu günləri torpaqlarımız elə bir çətinliyin, çətin döyüşlərin ərəfəsində əldən gedən ərəfələrdə, bugünkü gündə də bizim igid balalarımız o torpaqlarımızı azad elədilər. Yamanında mən Zaru ora aparanda nəysə bütün şəhidləri ziyarət elədi. O körpənin məzarı onun diqqətində bir başqa cür qaldı. Böyüyəndən sonra özü gedilmiş həmişə onu ziyarət eləməyə. Hər dəfə uşaqlar bayramında, yeni ildə hədiyyələr aparılmış, qoyulmuş onun məzarı üstə. Sosial şəbəkələrdə də paylaşıb ki, mənim körpə quzum, bağışla ki, hələ sənin qisasını ala bilməmişim. Məni kimi neçə əmilər, dayılar gözləyir ki, sənin qisasını alsınlar. Elə bil ki, bütün Azərbaycanın gəncləri həqiqətən də elə bil müharibə arzusu deməzdim, həsrətlə gözləyirdilər ki, onların qisaslarını alsınlar. Həqiqətən də yenə də deyirəm, hər bir vətəndaşın borcudur. Toysuz, nişansız, körpəsinin yarımçıq evində qoyan igidlər gedib şəhid oldular. Hər kəs onları xatırlamalı, hər kəs onları yaşatmaq üçün, hər kəs əlindən gələni eləməlidir. Mən bugünkü gündə yenə də deyirəm, mən üçün fəxirdir ki, mən həm onları tanımışam, həm də ki, onların haqqında bir kəlmə də olsun söz deməyi bacarıramsa, yenə də Allah bütün şəhidlərimizin ruhunu şad eləsin, dövlətimizi qorusun, qoy bizim gənclərimiz də 30 ildə tapdaq altında olmuş torpaqlarımızı azad olunandan sonra onlar da onu qorumağı bacarsınlar. Amin. Çox sağ olun. Çox sağ olun Sevil xanım. Hacı siz sağ olun. Xanımlar siz sağ olun. Bu layihənin davamı Ağdamda, Ağdərədə, Bakıda olacaq. Biz təsadüfi Lənkəranı seçmədik. Çünki Lənkəran döyüş bölgəsi olmayıb. Amma Lənkəranın şəhidləri də, milli qəhrəmanları da döyüş bölgəsindən olan şəhidlərlə, milli qəhrəmanlarla müqayisədə tanınır. Və bizim də bu layihəni işləməyimizin əsas məqsədi oldu ki, bayaq dedim ki, milli qəhrəmanlar, şəhidlər bizim milli dəyərlərimizdir. Necə muğamlarımız, necə nizamilərimiz, füzulilər, digər milli dəyərlərimiz olduğu kimi, milli qəhrəmanlar da, şəhidlər də bizim milli dəyərlərimizdir. Və bugünkü gün bizim borcumuzdur. Mən bir zabit kimi deyirəm, bu layihənin işlənməsində iştirak edən bir zabit kimi biz həmin milli qəhrəmanları zaman-zaman bacardığımız qədər mətbuatda üzə çıxardıb tanıtmaq, milli dəyərlərimiz kimi tanıtmaq və onların xatirəsini əbədiləşdirərək yaddan çıxartmamağı. Bu layihənin əsas məqsədi, qayəsi, məğzi budur. Bunun üçün də sizə təşəkkür edirəm. Sağ olun ki, Çox sağ olun, zəhmət çəkmişsiniz. Eşitdiniz bizi, qəbul Bir elədiniz. ana kimi, bir bacı kimi bu milli qəhrəmanları yadınıza salırsınız, zəhmət çəkirsiniz, yol gəlmişsiniz. Öz zəhmətinizi o şəhidlərə, o balalara halal edin. Borcumuz Mən sizə minnətdaram. Mən də bir asakal kimi sizin bu zəhmətinizi
heç vaxt yaddaşımdan silmərəm. Çox sağ olun. Biz də Zəhmət sizləri çəkmişsin, yaddan mən çıxardan qızım. deyilik. Mən oğlum. Sevil xanım gələndə qoşulub ona gəlib ziyarət eləyərik. İnşallah. Ha sen geldin kafana sıçın açık. Allah razı olsun sizdən. Hiç kim unutmaz bu derdi yazan, sanmaq mı olar? Otsuz bu kadar yanmaq mı olar? Siz can verdiniz, bizler yaşaya, hiç hakkınızı danmaq mı olar? Bu derdi yazan, sanmaq mı olar? Otsuz bu kadar yanmaq mı olar? Siz can verdiniz, bizler yaşayan, hiç hakkınızı danmaq mı olar? Siz can verdiniz, bizler yaşayan, hiç hakkınızı danmaq mı olar? Necə yardan danışım ki, birinin gəlmədi yarı. Bu böyük dərdinə dərd ortağıdır indi məzarı. Ona dünyanı da versən, yerin əlbəttə ki tutmaz. Onları heç kim unutmaz. Nə qədər